Desinlər görək harda büdcə talançılığı yoxdur. Oğurluq edilmir, vəzifələrini isə qanunda yazılan kimi edirlər. Qoy mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb. Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur. 1000, 10 min, 100 min hektarlarla torpaq sahəsinin sahibi necə olur? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir. Hər kəs normal sadəcə yaşayış istəyir. Niyə belə danışıram? Görürəm ki, cənab prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Vəzifəyə təyin etdirmək kimlərinsə monopoliyasında. Hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz hər kəs bir tərəfdən əfbəyə parçalamalıdır. Xahiş edirəm, xahiş edən mənim, sizin, bizim kimi olur. Onun da bir xahişini ala başına, kül başına edib yola verirlər, qalanını bahanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bizim xahişimiz seçiciyə görədir. Bu ölkəni talayanların, bu ölkənin varidatını uğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya azdır. Bu qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi əli qabarlı, alnı tərli, ömrünü qorxu, hürkü içində keçirənlərin, gözünə çanlar məşəqqətlər içində və məvacib ilə yaşayanların, dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var. Oğurluq, yalançılıq, şişirdilmiş tərif, yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur. Biz Ermənistanla müharibəni qazandıq, indi daxildə müharibə elan etmək və normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq zamanıdır.